Sizin bir müsabiqə var idi. 2020-ci ildə Vətən Müharibəsi dövründə Vətən müharibəsində iştirak edən qazilər və veteranlar üçün hədiyyə göndərdi, pay göndərildi, 2 kitab. Adının sayını verməklə 2 kitab verildi. Mən bölgədə tanıdığım hansı ki, o iştirak edənlər var, hamısını altlarını yazmışdım, göndərmişdim, hərisinə kitab göndərmişdim və onlara ödəmə verdim. Bir səssiz üzrə olmaq istəmirdi, onun məndə qaldılar və ya kitabxanalar yerlərə verirkən tamam görürsündə. Çox maraqlıdır, hal-hazırda da zamanı eləyək və reislər üzərində uzanıqdan kitablarını oxuyuram, yardım kitablar çox maraqlıdır və bu yaxınlarda sən də izləyirəm. Lənkəran sərgilərində və festivallarda iştirak etmişsiniz, orada görüşmüşük. Bu yaxınlarda bir videomuzu izləmişdim, orada həyatın mənası ilə bağlı qısa olaraq məlumat vermişdiniz. Mən də maraqlı sizdən və dünya gəldiniz. Qərbilə formasında yaşayan faydalardan Muş aristokrat ailəsində yaşayan həyat tərzində görmüşsünüz, olan olmuşu birlikdə. O, həyatın mənası ifadəsində materialist sanaşma ilə idealist sanaşma arasında nə dərəcədə nəzət formalaşmış fərq verir. Və o yanaşma, həyatın mənası materialistlərdə də görürlər, idealistlərdə də görürlər, o fərqdə formalaşır. Mən düşünürəm ki, məsələn, ölüm halları, intihar halları materialistlərdə həyatın mənası tabi üçün baş verir insanlarla, idealistlərdə isə yanlış tapdığı üçün. Yəni, şərqdə görür ki, həyatın mənasını yanlış tapdılar və o yoluna gedib ölüləri intihar edirlər, öldürürlər. Elə bilirlər ki, mən tanrıya çıxıram və ya ki, mən tapdım həyatımda, o mənim oydu, ölümlər öldürür. Materialistlərlə düşünürlər ki, həyatın mənası yoxdur, tutudur özünü öldürürlər. Sizin orada yanaşmanızda ayrıcaları bilməkdən ki, siz o da yanaşmamışsınız, orada demişsiniz, ümumi yanaşmışsınız ki, bəlkə də həyatın mənasını axtarmaqdadır, elə həyatın mənası. Çox sağ olun, təşəkkür edirəm. Bu arada